Görək bu qədər gözləməyə dəyirmi? Göstərim bilə. Dədə hanı? Dədə. Get, get. Kaç. Bugün viral olmuş. Bugün viral olmuş cheesecake'i yoxlayacağıq. Ama Azərbaycan usulü. Necə deyə soruşsanız, bax belə Azərbaycan usulü. Yəni market qatığı almamışam, kənd qatığı almışdıq. Dedim evdə varkən bunu düzəldim, yoxlayaq. Yeter hər halda. Qatıq hazır keçdik peçenyelərə və istifadə edəcəyim peçenye budur. Qoyuram soyuducuya, 24 saat sonra görüşürük. Və nəhayət 24 saat keçdi. Belə görünür. Daha yaxından göstərim belə. Üstü də quruyub hətta. Tadına baxaq. Görək bu qədər gözləməyə dəyirmi? No. Bal var burada. Biraz bal katacağım. Hatta küçük bir sır verim. Qatığı qarışdıranda ben biraz pesok ve bal da katmıştım. Ona rağmen qatığın turşuluğu getməyib. Üstüne bal qatandan sonra biraz yaxşılaşır. Belə bu peçenyeni xırçıltılı şekilde qatığa batırıb yesəydim daha tatlı olardı yani. Eminim. Necə yoxlamaq istəyən yoxlaya bilər. Bu kadar. Öyle mi?